Salam dostlar, bugün görəcəyimiz iş olacaq. Gördüyünüz kimi BMW 3-cü seriyadır, Y46-dır. Sürücü ABS problemi ilə yaxınlaşıb. İndi gördüyünüz kimi zamak açırıq. Gördüyünüz işıqlar yanır. Sürüşməyə qarşı olan sistemdir. ABS-i və naklatkanın işarəsidir. Bir də onu qeyd edim ki, bu işıqların əsas önəmi ondan ibarətdir ki, tormuz, o həmişə qeyd edirəm, bir daha da qeyd edəcəm. Tormuz səndən kimi tutmur, belə deyək də, lord dildə Jiguli kimi tutur, sürüşür. ABS işləmir. Sonra döngələrdə sürüşmə ehtimalı çoxdur, qəza ola bilər. Sonra benzin sərfiyyatı çoxalır. Avtomatik olaraq benzini çox işlətməyə başlayır. Sürətlər qutusu düzgün işləmir. Bir çox hallarda speedometrdə işləmir. Maşın belə deyək də ağırlaşır. Səndən kimi işləmir. Yəni bu ABS ümumiyyətlə BMW-lərdə əsas bir şeylərdən biridir. Yəni buna boş, adi bir şey kimi baxmayın. Bunu düzəltdirin ki, maşın düzgün işləsin. Yəni vacib bir şeydir. Dostlar, diaqnostika etdim. Diaqnostikada ABS-in beyni xəta kimi yazır. Beyni üstünə quraşdıracaq. Gördüyünüz kimi bu iki şurupu var idi. Biri yuxarıda, şesi granitdir. Ulduz şurupdur. Bir də aşağıda. Bunları açmışdım. İndi bunu bu formada üstünə qoyacağım. Dostlar, düzəltdim. Hər şey qaydasındadır. Yoxladım, işləyir. İndi sizlərə göstərmək üçün yoxlayıram. Gördüyünüz kimi ABS-dir. Sürüşməyə qarşı olan sistemdir. Sonra naklatkanın işığı idi. Bu idi. Onlar söndü. Yine hazırda xodlanan da var. Gördüyünüz işıqlar da sönəcək. Bax belə. Kimin sualı olsa şərt bölməsinə yazaraq cavablandırırım. Sağ olun dostlar.